Salam değerli izləyicilər. Mən İbrahimov Ramil Amiroğlu, Göycə sakini. Mənim buradan müraciətim Ali Baş Komandanımız cənab İlham Əliyevə, buradan Vilayət Eyvazova cənablarına ki, xahiş edirəm mənə yazılan bu qanunsuz cərimələrlə bağlı araşdırma aparılsın. Bu məsələ öz həllini tapsın. Mən 3-4 il bundan qabaq Bakı şəhərində borç şirkətində bir ay fəaliyyət göstərmişəm taksi fəaliyyətində. 2 dəfə 15 günlük sürmə etibarnaməsi ilə. Bugünkü gün üçün mənə cərimələr gəlib. Hansı ki, mən axırıncı səfər Bakı şəhərində taksi fəaliyyətindən məşğul olub çıxıb oradan gələndən sonra mən Bakı şəhərinə getməmişəm. Mən bununla bağlı dəfələrlə 902 qaynar xəttini yığmışam. Oraya düşə bilmirəm. Bununla bağlı 102 qaynar xəttinə dəfələrlə məlumat vermişəm. Sadəcə olaraq bildiriblər ki, şikayətimizi yönləndirir, amma heç bir nəticə əldə olmuyor. Mən bildirmək istəyirəm ki, mən hansı ki bir ay orada 2 dənə 15 günlük etibarnamə ilə idarə etdiyim avtomobildən mənə cərimə gəlib. Hətta belə idarə etmədiyim hər hansısa bir həmən şirkətin avtomobilindən də mənə cərimə gəlib. Protokol nömrələri EQ 317 41 030 50 manat, EQ 317 41 032 20 manat, EQ 317 41 031 100 manat, 77 YZ 416 dövlət qeydiyyat nişanlı avtomobildən gəlib bu cərimələr mənə. Əlavə ikinci bir avtomobil, hansı ki idarə etmədiyim avtomobil həmən şirkətin avtomobilidir. Anar Xəlilzadəyə məxsus olan avtomobil. 77 YL 232 protokol nömrəsi EQ 317 41 105 20 manat, EQ 317 41 102 20 manat. Bu cərimələr mənə gəlibdir. 232 dövlət qeydiyyat nişanlı avtomobilin cərimələri gəlib 2025-in 7-ci ayın 29-unda, eləcə də 2025-in 8-ci ayın 31-də mənə gəlib cərimə, yəni 77 YL 232 dövlət qeydiyyat nişanlı avtomobildən. Həmçinin 77 YZ 416 dövlət qeydiyyat nişanlı avtomobildən mənə gələn cərimə 2025-in 7-ci ayın 29-unda, eləcə də 2025-in 7-ci ayın 27-sində, 2025-in 7-ci ayın 23-də, ayın 23-də. Xahiş edirəm, bununla bağlı Ali Baş Komandanımız göstəriş versin, aidiyyəti qurumlar nəzərə alsın, bunun üstə düşüb ciddi araşdırmalar aparılsın. Bu cərimələrin aqibəti necə olacaq, mənim sürücülük vəsiqəmin aqibəti necə olacaq, bunu sual işarəsi altındadır. Mən bununla bağlı bir təhər, mən telefonumda axtarıb Anar Xəlilzadənin telefonumda danışıq elədiyim vaxtı nömrəsi qalmışdı. Mən Anar Xəlilzadə ilə əlaqə saxladım WhatsApp nömrəsi ilə. O adam mənə bildirdi ki, mən artıq o işlə məşğul deyiləm. Mən o maşınları vermişəm başqa bir şəxsə. Get hara istəyirsən müraciət elə, mənə aid deyil. Mən də bunu buradan bildirmək istəyirəm. Onun özünə də bildirdim ki, mən sənədlərimi o işləyən vaxtı, həmin Anar Xəlilzadə bu işlə məşğul olan vaxtı onun ofisində, onun rəhbərliyi altında sənədlərimi vermişəm. Bugünkü gün üçün mənə yəni cərimə gəlibdir. Mən buradan yenə üzümü tuturam Vilayət Eyvazova Bakı Dövlət Yol Polis Baş İdarəsinin aidiyyəti qurumlarına, rəhbərliyinə bu məsələnin üstə ciddi düşsünlər, araşdırsınlar. Günahkar kimdirsə, cəriməni kim eləyibsə, araşdırıb məsələ öz həllini tapsın. Mənə bir şey maraqlıdır ki, bu qədər vaxtda bu cərimələr şişə gedir, həmin maşınlara niyə həbs qoyulmur, həmin maşınlar niyə cərimə meydançalarına, dayanacaqlara aparılmır yol polisləri tərəfindən? Niyə araşdırılmır, niyə həmin maşınlara həbs qoyulmur? Xahiş edirəm, bir daha sizdən bu məsələnin araşdırılması üçün mənə köməklik eləyəsiniz. Mənim sürücülük vəsiqəm bu cərimələrin gündən günə şişib artmasının aqibəti sual işarəsi altındadır. Mən inanıram ki, bu videomu mən sosial şəbəkələrdə
paylaşaraq bəlkə məsələ belə öz həllini tapar. Da artıq başqa çıxış yolu görmürəm. Çünki bununla bağlı mən e-polis cərimələrlə bağlı şikayət vermişəm. Yenidən istəyirəm e-polisdən həmən cərimələrlə bağlı şikayət verəm. Orada bildirir ki, sizin bu protokolla bağlı, bu şikayətlə bağlı artıq şikayətiniz var. Növbəti şikayəti qəbul eləmir e-polis. Amma heç bir ortada da nəticə yoxdur. Sağ olun, bu qədər.